həm dəyişmək istəyirəm, həyatımı gözəlləşdirmək istəyirəm, amma bunu qorxusuz eləmək istəyirəm. Çünki dəyişim qorxusunun üstlərindən gəlmədən biz dəyişə bilmərik. Amma dəyişim qorxusu özü nədir? Əslində illüziyadır. Onu qorxu olaraq qavradığımız üçün əslində o qorxudur. Əgər qorxu olaraq deyil, başqa bir şəkildə qavrasaq qorxu olmaz. Çox güclü bir adamda hörümçək fobiyası var. Hörümçəkdən, hər şeydən 10 nəfərdən qorxmursan, cavabını versən, balaca hörümçəkdən mi qorxursan dedikdə, bu qorxaqlıq deyil. Müəyyən bir mühitdə insanın acizləşdiyi bir haldır. Çünki aciz insan yoxdur əslində. İnsanı acizləşdirən ruh halı var. O ruh halının içərisində girdikdə insan istər-istəməz gücsüz vəziyyətə düşür. Bu dəqiqə istənilən insanı gücsüz vəziyyətə salmaq bir dəqiqənin işidir. Yəni, həyatınızda ən qorxunc xatirəni sizə xatırladım. İstər-istəməz simptomlar başlayacaq və gücsüz duruma düşəcəksiniz. Düz deyilmi? Proqram bu cür işləyir. Niyə? Çünki səni qorumaq istəyir əslində. Qorxu olmasa insan yaşaya bilməz əslində. Çünki həyatını davam elətdirəcək şey qorxudur. Amma həddindən artıq olanda insanın qarşısında bariyerlər qoyan da qorxudur. Bu zaman bizim ölçünü tutmağımız lazımdır. Yəni, mövzudan biraz uzaqlaşırıq, ancaq bunlar hamısı iç-içə girmiş məsələlərdir. Siz bir-birlərindən çox əlaqəli mövzulardır. Bax, insanın doğru düzgün ünsiyyətinin formalaşması üçün onun müəyyən bir mədəni səviyyədə olması şərtdirmi, Əbülfəz müəllim? Təbii ki, yəni bax, məsələ orada mədəni səviyyə dediyimiz zaman sadəcə deyəlim ki, bunun akademik səviyyə nəzərdə tutulmur. Çünki elə insanlar var ki, heç bir belə deyək, məktəb bitirməyib, heç bir savadı yoxdur, amma onun dünya görüşü, onun insanlarla ünsiyyəti çox yüksək akademik nailiyyətlər əldə etmiş insanlardan daha yüksəkdir. Burada o zaman biz ünsiyyət üçün vacib məqamlardan birini vurgulamaq lazımdır, səmimiyyət. Mən başlanğıçda da qeyd elədim. Bugün və bir çox mütəxəssislər də bu məsələ üzərində uzlaşırlar ki, ən böyük problemlərdən biri ünsiyyətsizliyin ortaya çıxmasında insanların səmimiyyətini itirməsidir. Və ona görə mən məsələ bu notda öz fikrimi bitirmək istəyirəm ki, ünsiyyət üçün, yaxşı ünsiyyət üçün, ünsiyyət mədəniyyətinin formalaşması üçün səmimiyyət, güzəşt, insanların bir-birini sevməsi, sevgi vacib amillərdir. Bunlara diqqət yetirdiyimiz zaman ünsiyyət problemləri də müəyyən dərəcədə ortadan qalxacaq. Sonradan o, belə deyək də, intellekt səviyyəsi və s. ikinci dərəcəli əhəmiyyətlidir. Məhz bu insanlıq üçün, insanlığın xilası üçün bu çox vacib məqamlardır bunlar. Ünsiyyətsizlik və bir-birlərini anlamama ailədə, Minə xanım, nəyə gətirib çıxarır? Çox ciddi problemlərə gətirir, çıxarır. Çox ciddi. Əgər məsələni kiçik formada desək, insanın gələcək üçün ruh düşkünlüyünə, onun yaradıcılığının zəifləməyinə, onun o təhsilinə mane olan hallardır. Ən yaxşı halda. Amma ən pis halda o pis yola düşmək, kənar yerə getmək, burada narkomaniya da var, insan alır. Yəni ki, bizim o qlobal problem hesab elədiyimiz, geniş mənada götürən problemlərin hər birinin əsasında o ünsiyyətsizliyin olmağından, darıxmaqdan, intihar halları, bu indi gənclər arasında son dövrlər özünü intihar həddən artıq əsası nədir? Ünsiyyətin qurulmamağı, gənc elə fikirləşir ki, onu başa düşmürlər, onu anlamırlar və nəhayətdə o sonuncu anda o baş verir. Yəni, mənim sözüm, insanlar əgər qarşısındakini başa düşmək istəyirsə, özünü onun yerinə qoymalıdır. Yəni, əgər söhbət valideyn-övlad münasibətindən gedirsə, müəllim-şagird, müəllim-tələbə münasibətindən gedirsə, biz müəllimlər gəncləri başa düşməliyik, özümüzü onların yerində qoymalıyıq, fikirləşməliyik ki, biz həmin yaşda olanda, bu mühitdə yaşasaydıq, hansı hərəkət eləyərdik, bəlkə ondan da zəif hərəkət eləyərdik, bəlkə ondan güclü hərəkət eləyərdik. Yəni, insan nə qədər yaşad olursa, nə qədər təkmilləşməlidir, nə qədər
qədər zaman keçirsə, o beynini sosial mühitə uyğunlaşdırmalıdır. Bu xüsusən orta nəsil nümayəndələrinə aiddir, yaşlı nəsil nümayəndələrinə aiddir. Biz öz beynimizi sosial mühitə uyğunlaşdırmalıyıq. Bugünkü dövrün tələbələrinə uyğunlaşdırmalıyıq. Əsasında ənənəviliyi qoruyub saxlamaq şərti ilə. Yəni ki, ənənəviliyi müasirləşdirib övlada çatdırmaq lazımdır. Köhnə ənənəvi formada çatdırsa, o təbii ki, yenə də aramızda qarşılıq, yəni ziddiyyət yaranacaq. Yəni bizim adət ənənəmizi, bizim Azərbaycanlılara məxsus olan elə adət mentallığımızda, mentalitetimizdə elə cəhətlər var ki, o yəni əvəzsiz nümunədir. Yəni alternativi olmayan müsbət tərəflərdir. İndi vaxtımız azdır, mən hamısını saymaq istəmirəm. Yəni ənənəviliyi, mental dəyərlərimizi müasir formada övlada çatdırmaq. Nəyə görə? Ona görə deyirlər ki, övlad valideynindən çox mühitə oxşuyur. Bunun özü də bir intellekt və kreativ düşüncə tələb eləyir. Bunu həyata keçirmək üçün insan özü inkişaf eləməlidir, özü mükəmməlləşməlidir, daha çox oxumalıdır və oxuduğunu dərk eləməlidir, düşünməlidir və bunu qarşısındakına aşılamalıdır yaxşı formada. Əgər belə olarsa, biz ünsiyyət problemini nisbətən zəiflədə bilərik. Belə olarsa, bu boşanmalar, intiharlar, bu narkomaniya, o insan alır. Yəni ki, o geniş mənada düşünəndə adamı dəhşət götürür və eyni zamanda da kökünə varanda görürsən ki, səbəblərdən əsaslarından biri ünsiyyətsizlikdir. Özünü tək hiss eləmək, darıxmaq və yenə də o tənhalıq hissi. Tənhalıq hissidir. Olur ki, çox zaman ailədə deyək ki, 3 nəfərlər, 4 nəfərlər, 5 nəfərlər, amma o insanlar heç vaxt səmimi oturub ünsiyyətdə olmayıblar bir-birləri və hətta deyərdim ki, onlar bir-birlərini tanımırlar. Sanki bir ailədə yaşayan 3, 4, 5 yabancı insanlardır. Bəli, qarşıdakı məni anlamaz. İnsan nə üçün öz daxilini aça bilmir? Niyə öz yaxını ilə söhbətə girə bilmir? O fikirləşir ki, tutaq ki, yaşlıdır, babadır, nənədir və yaxud da valideyndir, məni başa düşməyəcək. O başa düşməmək fobiyası, o daxilini bayaq deyildiyi kimi o istehza olunmaq qorxusu, aşağılanmaq qorxusu. Bax, bunlar hamısı gətirir ora çıxardır ki, insan o səmimi, təbii formasında öz daxilindəkilər açıb və siz deyən kimi bir-birini tanımırlar. Bir evdə yaşayan insanlar bir-birini tanıya bilmirlər. Bəzən insanlar cəhd eləmək lazımdır. Bəzən insanlar çox istiqanlı və ünsiyyətçil olduqları halda, bəzi insanlar isə soyuqqanlı və ünsiyyətdən qaçan olurlar. Babək müəllim, bu bir davranış formasıdır, o sinir sistemimiz belə qurulub insanın. Bu nə ilə bağlı olur? Bəzi insanlar məhz elə uğur qazanan insanlar, həmin o istiqanlı və ünsiyyəti sevən insanlar olur. Yəqin rastlaşarsınız. Bəli, tamamilə doğrudur. Çünki ən böyük resurslarımız insanlardırsa, ünsiyyət bu resursu əldə etmə kanalıdır. Bir məqam var ki, əsasən sosiallıq baxımından insanlar 3 qrupa bölünürlər. Var sosial insanlar, asosial insanlar, bir də antisosial insanlar. Sosial insanlar daha çox ünsiyyətə girən insanlardır. Biraz qaraqapaq insanlar isə, yəni qapalı insanlar asosial hesab olunur. Antisosial isə davakar insanlardır. Yəni bu şəkildə götürdükdə bəzi bu ünsiyyət, insan hər şeyi öyrəndiyi kimi ünsiyyəti də öyrənir. Amma bəzi insanlar var ki, onlarda cavab biraz fərqli olur. Bir var aktiv insanlar var, bir var pasiv insanlar da. Bunu belə götürək. Aktiv insanlar 2 cürdür. Bu insanlar 2 cürdür. Bir var dünyaya baxıb hər şeyi fürsət olaraq görənlər, bunlar uğura doğru gedən insanlardır. Hər şeyi fürsət olaraq görür. Fəlakət baş verir, oradan necə faydalanacağını düşünür. Tamam mı? Bu insanlar fürsətləri görən insanlardır, uğurlu qrupda. Digər qrup var ki, aktiv insanlardan hər şeyi təhlükə olaraq görür. Bu insanlar isə panikada olan insanlardır, panik bölgədir. Tamam mı? Yəni, nə cür gözəl bir şeylər olsun, orada özünə bir təhlükə görür. Tamam mı? Bu aktivdir, daim hərəkətdədirlər. Bir şey olan kimi dərhal reaksiya verirlər bu insanlar. Bir də var pasiv insanlar dediyimiz kimi. Pasiv insanlar da 2 cürdür, negativ və pozitiv olaraq bölünür. Negativləri olardı ki, pozitivlər bunlardır ki, yəni çox rahat insanlardır.
pasiv insanların bir qrupu var ki, nə olur yaxşılığa doğru olur deyə nə düşünürlər. olursa, nə baş verirsə, fəlakət baş versin, əşi bizə zərəri yoxdur. Bizə zərəri yoxdur, onsuz da ziyanı yoxdur kimi bir fəlsəfələri var. Bunların negativ, pasiv insanlarsa onsuz da xeyri yoxdur deyib depressiv qrupa aiddir. Rahat və depressiv olaraq da pasiv insanları iki qrupa bölə bilərik. Tamam mı? Onsuz da xeyri yoxdur. Onsuz da xeyri yoxdur. Hər hansısa bir ekonomika yüksək səviyyədə inkişaf elədi, yəni sosial mühit düzəltdi, onsuz da xeyri yoxdur. Əvvəl nəsə olacaq kimi bir durumun içərisinə girirlər. Yəni reaktiv və proaktiv. Cavab dərhal gəlir, cavab birazdan sonra gəlir. İnsan var ki, sözü deyirsən, yəni nə cavab verəcəyini demirəm, amma ya bəli deyər, ya xeyr deyər, amma dərhal cavabı var. İnsan da var ki, deyirsən bir müddət sonra cavab gəlir, dərhal gəlmir. İç bir prosesin içərisinə girir, bir analiz durumunun içərisinə girir, sonra bir cavab verir. Bu şəkildə də olur. Çox təşəkkür edirəm maraqlı söhbətiniz üçün. Elə mövzumuza uyğun olaraq çox maraqlı bir ünsiyyətimiz yarandı, ünsiyyətimiz oldu. Çox sağ olun. Buradan ailələrə səslənirik. Çalışın ki, ailənizdə ünsiyyət modelini, ünsiyyəti gözəlləşdirəsiniz. Bu zaman ailənizdəki o iqlim də, mühit də daha gözəl olacaq. Səadət dolu günlər dilirəm sizə, əziz xanımlar. Sağ olun, salamat qalın.